Mənzil kommunal istismar sahələri, yəni el arasında adına JEK deyilən qurumlar hələ də gündəmdədir. Halbuki 2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən JEK-lər Mənzil Fondunun idarə edilməsindən hüquqi baxımdan kənarlaşdırılıblar. Amma digər tərəfdən Mənzil Fondunun özəlləşdirilməsi haqqında qanunun 14-cü maddəsinə əsasən bu qurumlar yalnız sakinlərlə müqavilə bağladıqları halda xidmət göstərə və ödəniş tələb edə bilərlər. Belə bir müqavilə yoxdursa, istənilən ödəniş qanunsuz sayılır. Buna baxmayaraq, Sovet dövründən qalma əksər binalarda mənzil kommunal istismar sahələri hələ də fəaliyyət göstərir və sakinlərdən zibil pulu, kirayə haqqı və digər xidmətlər üçün mütəmadi ödəniş tələb olunur. Müsahibimiz Əlinağı Hüseynzadə də yaşadığı ərazidəki JEK-in müqavilə təqdim etmədən ondan aylıq ödəniş tələb etdiyini bildirir. Mən illiyi ödəyirdim. İlliyi gəlirdi, çıxırdı 30 manata, 30-35 manata belə. Keçən ilin yarısından pul 2 qat qalxdı, oldu 60 manat. Mənzil kommunalla mənim heç bir müqaviləm yoxdur. Və bu məndən nə üçün pul alır? Həmsöhbətimiz deyir ki, hazırda mənzili ilə bağlı ödəniş etməli olduğu qurumun hansı olduğunu özü də bilmir. Bir yandan bələdiyyə gəlir ki, mənə illik pul ver. Bir yandan bu mənzil kommunal gəlir ki, mənə pul ver. Yəni mən şəxsən o önləri zəng eləmişdim. Bina təmiri ilə bağlı heç biri boyun götürmədi ki, bizliydi. Bəs kimlikdir? Vətəndaşın şikayəti əsasında Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 91 sayılı mənzil kommunal istismar sahəsi ilə əlaqə yaratdıq. Qurumdan bildirildi ki, yığılan vəsait tam qanunidir və Nazirlər Kabinetinin 40 nömrəli qərarına əsaslanır. Bəs bu vəziyyətdə haqlı tərəf kimdir? Hər ay sakinlərin qapısını döyən mənzil kommunal istismar sahələrinin pul toplamaq səlahiyyəti varmı? Yaşayış binalarının idarə olunmasına hansı qurum nəzarət etməlidir? Bu və digər suallara bugün sabaha saxlamadan aydınlıq gətirməyə çalışacağıq.